Soyuq qış aylarında içinizi isidəcək ləzzətli toyuq budu şorbası paylaşacağım. Qazana toyuq budları, soğan, kartof, kök, sarımsağı əlavə edib üzərinə çıxana qədər su töküb ocağa yerləşdirib qaynadırıq. Arabir keflərini də yığıb tamamilə qaynayıb bişəndən sonra ocaqdan götürdüm. Soğan və sarımsaqlar istifadə etməyəcəm. Kartofu və kökü xırda-xırda kub-kub doğradım. Toyuq ətini isə didərək doğrayıram. Təkrardan ərzaqları qazana əlavə edib sosunu hazırlayana qədər qaynadıram. Sosu üçün bir qaba un və qatıq əlavə edib qarışdırandan sonra şorbanın suyundan da bir neçə çömçə əlavə etdim və qarışdıra-qarışdıra yeməyin içinə hazırlamış olduğum sosu tökdüm. Şorbaya xırda vərməşlə əlavə edib qarışdırıram, duzunu, istiotunu tənzimlədim. Başqa bir tavada kərə yağı, nanə və pul biberi qarışdıraraq nanənin qoxusu çıxana qədər bişirdim. Onu da şorbanın üzərinə əlavə etdim. Ləzzətli şorbamız artıq hazırdır. Mütləq siz də hazırlayıb nəticəni mənimlə paylaşın. İzlədiyiniz üçün təşəkkürlər.